Növbəti mühasirəyə aid olan sualları izah edək. Makleron düsturu, Taylor sırasına ayrılışı və funksiyanın limiti əsas etibarilə bu sualları izah edəcək. Makleron düsturuna izah etməmişdən əvvəl Taylor düsturunu izah edim. Daha sonra Makleron düsturunu izah edəcəm. Baxın, bu sualda 257 nömrəli sualda funksiyanın çoxhədlinin Taylor sırasına ayrılışında birinci hədd soruşulur. Taylor sırasında ayrılış zamanı biz nə etməliyik? Ümumiyyətlə, hər hansı bir funksiya üçün birinci, yəni ayrılış bərabər olur nəyə? Funksiyanın verilmiş nöqtədəki qiyməti birinci həddir. Üzərinə gələk. Daha sonra bu funksiyanın teoreməsini tapırıq. Birinci tərtib teoreməsində bu nöqtəni yerinə yazırıq. Teoremənin sayı qədər məxrəcdə faktorial yazırıq və bunu yazırıq x çıxılsın x0 qüvvətində də məhz tapdığımız teoremə. Bu qayda ilə də davam edirəm. İkinci tərtib teoremə x0 nöqtəsində 2 faktorial x çıxaq x0-ın kvadratı. Baxın, burada hər yerdə x0'lar görürsünüz, düzdürmü? Üstəgələk və s. yəni bu sonsuz olaraq davam edir. Ardı var. Mən qısa olaraq yazdım. Əsas ilkin hədləri necə tapmaq lazımdır. İndi bizim bu sualda x0 bərabər -1 nöqtəsində sıranın ayrılışında birinci hədd soruşursa, bu birinci həddin olması üçün deməli biz bu nöqtəni verilən çoxhədlidə yerinə yazmalıyıq. P -1-də bərabərdir. 1 çıxılsın 2 üstəgələk yox, çıxılsın olacaq çünki -1-ə vururam. 3 üstəgəl 2 neçəyə bərabər olur? 2'lər islah olur. 1-dən də 3 çıxanda qalır -2. Cavab oldu -2. Deməli birinci həddimiz -2-dir. Eyni çoxhədli, amma 258 nömrəli sualda isə 4-cü hədd soruşulur. 4-cü hədd üçün baxaq, yəni ümumi formulada birinci hədd, ikinci hədd, üçüncü həddə 2 dəfə teorem aldımsa, deməli 4-cü həddə axtarıramsa, mən 3 dəfə tərtib teoremə bu verilən çoxhədlidən almalıyam. Birinci tərtib teoreməsi nəyə bərabər olur? 4x kubu çıxaq 4x üstəgəl 3. İkinci tərtib teoreməsi bərabər olacaq 12x çıxaq 4. Və üçüncü tərtib teoremə isə bərabər olar bu zaman elə 12'yə. Və biz nə edirdik? Aldığımız teoremədə nöqtəni yerinə yazırdıq. Amma burada heç x-dan asılı heç bir asıllıq qalmır deyə, yəni -1'in heç yerdə yazılası bir yer qalmır. 12 bölək. Neçə dəfə teoremə almışdıqsa, o qədər faktorial. 3 dəfə teorem almışamsa, bunu da bölməliyəm, deməli 3 faktoriala. Və 3 faktorialımız nə edir? Bir dəqiqə bir dənə yoxlayım. Burada mən almalıydım, nə funksiyanın özünə baxım. 12x kvadrat olmalıydı. Hə, düzəltdim. Çıx 4x, bu hissəsi düzdür, bu düzdür. Buradan da teorem alanda 12 vuraq 2x. Hə, deməli x qalırmış. Bizdə 24x yaranır. 24x. Deməli mən x-də -1'i yerinə yazsam, sürətdə burada bizdə olacaq neçə? 24'ü -1'e vuranda -24. Onda cavabımız olar -24 bölək 3 faktorial 1, 2, 3'ün hasilidir. Yəni bunun bir faktorialı bilirsiniz. Neçə faktorial soruşursa, ora qədər olan ədədlərin hasili bölək 6. -24'ü 6'ya bölsək cavab eləyir -4. Taylor sırasına ayrılışdan görüm yenə sual var. Baxın, bu əmsal ümumi qaydadır. X çıx x0'ın kubu əmsalı soruşulursa, hansı qüvvət var idisə xatırlayırsınızsa, biz o qədər dedim ki, teoremə alırıq və o faktoriala da bölürük. X çıx x0'ın kubu. Deməli, əmsal budur. Ayrılışında 3-cü hədd soruşulur. Tapaq 3-cü həddi. Birinci həddə funksiyanın özündə yerinə yazırdıq. İkinci həddə birinci tərtib teoreməsində.
Yerinə yazırdıq, 1 faktoriala da 1 eləyir. Üçüncü həddə isə iki dəfə teoremi alıb, x0-ı yerinə yazıb, 2 faktoriala böləcəm. Və x çıx x0-ın kvadratı. Bu üçüncü həddir. Birinci tərtib teoremə bayaq aldıq. Nəyə bərabər idi? 4x kubu çıxaq. Bayaqki funksiyadır. Deyəsən nə bayaq gedir. Ona bənzəyir, o deyil. Üstə gəl 3. İkinci tərtib teoreməsində isə bərabər olar 12x çıxılsın 4-ə. Və nöqtəni yerinə yazaq. Bərabər olur 12-ni mənfi 1-ə vursam. Yox, yenə burada səhv elədim. 12x kvadratı olur burada. Kubu itirmişdim. 12x kvadratında x-in yerinə mənfi 1 yazsam 12 çıxaq 4, 8 alınlar. Deməli, biz nə etməliyik bu həddə? 8-i bölməliyik 2 faktoriala. 2 faktorial da elə 2 eləyir. Ona görə cavabımız olur 4. 262 nömrəli sualda isə 5-ci hədd soruşulur. 5-ci hədd üçün 1, 2, 3-cü həddə 2 dəfə teorem almışamsa, 4-cü həddə 3 dəfə teoremə, 5-ci həddə isə 4 dəfə teorem almalıyam, o deməkdir. Ona görə bu misalın ilə ardını apara bilərəm. 3-cü tərtib teoreməniz eləyər burada 24x və 4-cü tərtib teoreməmiz isə eləyər 24. Burada heç bir x-dan asıllıq qalmır. Və 5-ci hədd bizdən soruşulursa, deməli, bu çoxhədlinin 4-cü tərtib teoreməsi x0 nöqtəsində bölək 4 faktorial. O da bərabərdir. 24 bölünsün. 4 faktorial elə 24 eləyir. Bərabərdir 1. Bunun da cavabını aldıq. Sonra limit başlayır. İndi isə qayıdıram Makleron düsturunu izah edirəm. Makleron düsturu Taylor sırasına ayrılışın hesab edə bilərsiniz ki, xüsusi halıdır. Yəni, burada x0 olaraq 0 nöqtəsi qəbul olunur. Ona görə də birinci hədd yenə də funksiyanın 0 nöqtəsindəki qiyməti. Növbəti hədlərdə teoreməni alıb 0 nöqtəsi yerinə yazırıq. Və x çıx x0-da x0 0 olduğu üçün burada sadəcə x qalır. İkinci tərtib teoremə 0 nöqtəsində bölək 2 faktorial vuraq x-in kvadratı. Baxın, bu qayda ilə də davam edir. Üçüncü tərtib teoremə 0 nöqtəsində 3 faktorial vuraq x kubu və s. İndi burada bizdən soruşulur üçüncü hədd. Üçüncü həddə baxaq. Birinci hədd, ikinci hədd, üçüncü hədd. Neçənci hədd deyirsə ondan bir dənə az sayda teoremə alırıq. 2 dəfə tərtib teoreməsi 0 nöqtəsində bölək 2 faktorial vuraq x-in kvadratı. 255 nömrəli sualda baxaq 4-cü hədd soruşulur. 4-cü həddə necə gələ bilirik? Sinus x funksiyası da əslində bunlar sizin mühazirənizdə var. Hazır bunların ayrılışı mühazirənin slaydlarında var, baxa bilirsiniz. Amma gəlin biz alaq y0 nöqtəsində. Sinus 0-da nə alır? Elə 0 alır. 0 olduğu üçün biz bunu birinci hədd olaraq qəbul etmirik. Bu birinci hədd deyil. Bizim birinci həddimiz üçün teoremənin 0-dakı qiymətini baxıb yoxlayırıq. Sinusun teoreməsi kosinus x eləyir və kosinus 0-da alır 1. Bu artıq bizim birinci həddimizdir deyə bilərik. Növbəti hədlərdə fikir versəz, məsələn, ikinci tərtib teoreməsində bu kosinusun teoreməsi yenə də mənfi sinus eləyir və sinusda 0 olduğu üçün bunu da hədd olaraq qəbul etmirəm. Üçüncü tərtib teoreməsi 0-da bərabər olur. Deməli, ikinci tərtib teoremə mənfi sinusu idisə, mənfi sinusun teoreməsi mənfi kosinus x eləyir və mənfi kosinus da 0-da mənfi 1-ə bərabər olar. Deməli, indi bir dənə bunu daha da dəqiqləşdirək. 1 faktorial bölünsün 1. 1 bölünsün 1 faktorial, bu elə 1 eləyər. Burada isə mənfi 1 bölək 3 dəfə teorem almışamsa 3 faktorial. Bu bizdə eləyəcək. Deməli, mənfi 1 bölü ilə 3 faktorial kimi saxlayayım da. Və bu ardıcılığa riayət etsək, 4-cü tərtib teoremədə də burada sinus yarandığı üçün bu 0-dır. Bunu qəbul etmirik. Amma işarəsi önəmlidir. Mənfi kosinusun teoreməsi mənfi sinus olduğu üçün, mənfi sinus olduğu üçün burada sinus x qalır.
Onda bir dənə də və nəhayət bu neçənci oldu? 4, 5-ci tərtib teoremə bərabər olacaq. 5-ci tərtib teoremədə sinusun teoreməsi yenə də kosinus x-dır. Kosinusa 0 verəndə 1 eləyər. Deməli, burada yaranır 1 bölək 5 faktorial. Təbii ki, bunların hamısının yanında x-ları var. Burada birinci tərtib idisə x var idi. Burada üçüncü tərtib idisə x-in kubu idi. Burada 5 idisə x üstü 5-dir. Baxın, analogiyaya fikir versəz, mən indi burada bir dənə də tərtib teoremi artıq mənə elə gəlir almağa ehtiyac yoxdur. 6-cı tərtib teoreməni alsam, burada sinus yarandığı üçün bu 0 eləyəcək. Ona görə bu bizim birinci həddimiz, bu bizim ikinci həddimiz, bu üçüncü həddimiz. Onda bizim dördüncü həddimiz 7-ci tərtib teoremi olmalıdır. Və 7-ci tərtib teoremədə də işarə növbələşir. 1, mənfi, daha sonra müsbət, indi yenə də mənfi olacaq. Mənfi 1 böl 6 faktorialda 0 olduğu üçün burada 7 faktorialdır və vurulsun x üstü 7-dir. Bax, bunu yadda saxlamaq olar bu qayda ilə. 256 nömrəli sualda isə kosinus funksiyasının Makleron düsturuna ayrılış soruşur. Eyni analogiya ilə getməliyəm. Y bərabər 0-da Makleron düsturunda dedik ki, bizə verilmir. Adətən nöqtə verilmir, amma x0 olaraq 0 qəbul edib Taylor sırasına ayrılış kimi ifadəmizi davam edirik. Kosinus 0-da alır nə? Kosinus funksiyası 0-da alırdı 1. Bu olur bizim birinci həddimiz. Y-in teoreməsi 0-da. Kosinusun teoreməsi mənfi sinus x-dır. Mənfi sinus da 0-da 0 aldığı üçün bu ikinci hədd deyil. İkinci tərtib teoreməsi 0-da. Mənfi sinusun teoreməsi mənfi kosinus x-dır. Və 0-da 1 olduğu üçün qarşısında mənfi 1 var. Eləyir mənfi 1. Bu ikinci hədd olacaq. Və biz nə edirdik? Mənfi 1-i bölürdük. 2 dəfə teorem aldığımıza görə 2 faktoriala. Bizdən nəyi soruşur? Hədd soruşur. Hədd. Əmsal soruşsaydı 1 bölək 2 faktorial saxlayardım. Bu cavabı saxlayardım. Amma həddin özünü soruşursa, deməli onun yanında x-i da olmalıdır. X kvadrat 2 faktorial olduğu üçün x kvadrat 256 nömrəli sualı, deməli cavabımız budur. 257 Taylor idi. 259-da yenə də Makleron sırasına ayrılış soruşulur. Ümumi burada bir neçə dənsini mənə elə gəlir tapsam bəs olur. Funksiyanın 0-dakı qiyməti bu ilə y üstü 0-dır. Y üstü 0 da nəyə bərabərdir? 1-ə. 1 ilə başlayan cavabım buradadır. Bir dənə də hədd tapa bilərəm. Funksiyanın birinci tərtib teoreməsini alıram. Y üstü x-in teoreməsi ilə y üstü x-in özüdür və o da 0-da 1-ə bərabərdir. Deməli, birinci hədd, bunu da vururduq nəyə? Üstə gələk. Birinci hədd 1-dirsə, o birisində 1 vurulsun. Birinci tərtib teoremi olduğu üçün vur x böl 1 faktorial. Sonra növbəti hədlərdə nə almalıyam? Funksiyanın ikinci tərtib teoreməsi. İkinci tərtib teoreməsi 0-da y üstü x-in teoreməsi yenə də onsuz da y üstü x-dir. Yəni bu qayda ilə davam eləyir. 0 qoyanda 1 eləyir. Üstə gələk 1 vuraq. X-in kvadratı bölək 2 faktorial üstə gələk və bu qayda ilə davam edəcəm. X-in kubu böl 3 faktorial və belə bir şey alınmalıdır. Görək bu cavabımız bəli, tamamilə doğrudur, düzgün almışıq. 1 x kvadrat böl 2. Yəni burada 3-cü həddə qədər gəlməyimiz deməli lazım idi. 260 izah elətdim, 61 izah elədim. İndi isə keçirik limitləri izah edirəm. Limitlərdən əvvəl bir neçə məşhur limitinizi təkrarlayaq. Ədəd ardıcıllıqları izah edəndə də burada bəzi nüanslara toxunmuşduq. Funksiyanın limiti. Əsasən biz əgər bunu səhv etmirəmsə, funksiyanın tədqiqinə aid olan misallarda da Şaquli mail asimptotları tapanda biz limitdən, funksiya limitindən istifadə elədik. Taylor qaydasını mən orada da izah etdim. Dedim bəzi hallarda. Əgər sürətdə də 0, məxrəcdə 0 və ya sürətdə də qeyri-müəyyənlik, məxrəcdə qeyri-müəyyənlik alınırsa, biz ayrı-ayrılıqda sürətdə verilən funksiyadan və məxrəcdə verilən funksiyadan
teorema alıb limiti bu qayda ilə hesablaya bilərik. Baxın, burada nisbət funksiyasının teoreməsindən fərqlidir bu. L'Hopital qaydası tətbiq edəndə funksiyanın verilən limitin sürətinə ayrı bir funksiya kimi baxıb teorem alırıq. Məxrəcdən də ayrı bir funksiya kimi baxıb teorem alırıq. Yəni buna nisbət kimi baxmırsınız. Bu bir əsas toxunacağım məqam. Məşhur limitlər əsas etibarilə hansılar olur? Limit x sıfıra yaxınlaşanda sinus ax bölək bx. Burada qalır cavabda a böl b. Tək burada deyil, burada eyni zamanda sinus ax bölək sinus bx olsa da a böl b qalır. Daha sonra sinus yox, tangens olsaydı, məsələn, tangens ax bölünsün bx. Burada bilin bunları. Bilin ki, burada a bölək b qalır. Sonra tangens ax bölək tangens bx olsaydı yenə də a böl b qalardı. Yəni əmsallar qalardı. L'Hopital qaydasından teorem almaqla bunun hamısını siz əslində isbat edə bilərik. Hətta bu nisbətləri tərsinə də yaza bilərəm. Yaza bilərəm burada ax bölünsün sinus bx. Baxın, bu da yenə a böl b qalır. Hətta mən bunu tərs trigonometrik funksiyalarda yaza bilərik. Yaza bilərəm ax bölünsün arctangens bx. Burada da a böl b qalacaq. Mən a böl b-ni şərt olaraq deyirəm ki, yəni əmsalları qalacaq. Və bu qaydaları mən aşağıda bir neçə misallarda bu xüsusiyyətlərdən istifadə eləyəcəm. Məsələn, ona görə də 263 nömrəli sualı həll eləmək üçün mən elə bunu 2 dənə kəsirdə yazıb sinus 5x bölünsün sinus x, bir də çıxılsın sinus 3x bölək sinus x. 2 dənə ayrı kəsirdə yazıb və bu zaman limiti tətbiq edə bilərəm. X sonsuzluğa yaxınlaşanda birincidə ax böl bx dedik, düzdür? 5 böl 1. Birinci limitdən 5 qalır, ikincidə isə 3 böl 1, 3 qalır. Yəni cavab elə burada 2-dir. L'Hopital qaydası tətbiq etmədim, birbaşa məşhur limitinizlə onu deyə izah edə bildim. Amma məsələn 264-də isə burada teoremi almağı L'Hopital qaydasını tətbiq etməyi təklif edərdim. Çünki x sıfıra yaxınlaşanda 1 çıxılsın 1, məxrəcdə isə 0. Yəni 0 böl 0 alınır. 0 böl 0 alındığı üçün L'Hopital qaydası tətbiq etmək olar. Sürətin ayrı teoreməsi, məxrəcin də ayrı teoreməsini almaq lazımdır. Kosinusun teoreməsi mənfi sinus x edir. Çıxaq. Kosinus 3x-in teoreməsi isə mənfi sinus 3x və bir də mürəkkəb funksiya olduğu üçün 3x-in də teoreməsi 3 eləyir. Bölək x kvadratının da teoreməsi 2x-dir. İndi baxın, bunu mən 2 limitdə yenə də yaza bilərəm. Birində yazıram mənfi sinus x bölək 2x, o birisində isə yazıram 3 sinus 3x bölək 2x. Bu limitdən nə qalır? Cavab nə edir? Sinus a-nın yerində 1-dir, b-nin yerində 2-dir və mənfi işarəsini nəzərə alıram. Mənfi 1 böl 2 burada qalır. Üstə gələk. 3 onsuz da əmsal idi, bizə mane olmurdu. Sinus ax a-nın yerində 3-dür, b-nin yerində 2-dir. Vurulsun 3 böl 2. Baxın, bizim limitdən bu ifadə qalmalıdır və bunu da hesablaya bilərik. 2-də 9-dan 2-də 1 çıxanda 2-də 8 qalır. 2-də 8 də bərabərdir 4-də. Cavabımız oldu 4. 265 nömrəli sualda L'Hopital qaydası tətbiq etmək olar. Çünki x a-ya yaxınlaşanda elina çıxaq elina 0-dır, a çıx a, o da 0-dır. Onu deməli mən burada L'Hopital qaydası tətbiq edə bilirəm. Sürətdən ayrı teoremə, məxrəcdən də ayrı teoremə alacağım. Ln x-in teoreməsi 1 bölək x-dir. Elina ədəd olduğu üçün teoreməsi 0-dır. X-in də teoreməsi 1-dir. Deməli burada nə qaldı? Qaldı 1 bölək x. Və x a-ya yaxınlaşanda cavab elə 1 bölək a olur. X-in yerinə a yazırıq. 1 bölək. 266 da yenə də x-a 1 verəndə 1 çıx 1 0-dır, 1 çıx 1 0-dır. L'Hopital qaydası tətbiq etmək olur. Sürətdən ayrı teoremə, məxrəcdən ayrı teoremə.
Qüvvət funksiyası olduğu üçün qüvvət əvvələ gəlir. X-in də qüvvətindən biri azalır. Eyni ilə məxrəcdə qüvvət əvvələ gəlir, X-in qüvvətindən biri azalır. Və X 1-ə yaxınlaşanda burada sadəcə n bölünsün n qalır. Çünki X üstü n-1 də 1-dir, X üstü n-1 də hər ikisi 1-ə bərabərdir. 267 nömrəli sualda X-i 16 versək, 4-cü dərəcədən 16 2 eləyir, 2 çıx 2 0 eləyir, kök altı 16-dan 4 çıxır, 4 çıx 4, bu da 0 eləyir. Hər ikisi 0 olduğu üçün L'Hopital qaydası tətbiq etmək olar. Amma əslində burada mən uğruqlara da ayıra bilərdim. Amma yəni ən yaxşısı teoremi biliriksə, teoremi ilə yazmaq ən yaxşıdır. Vuruqlarını ayırsam, aşağıdakı ifadədə yuxarıdakı vuruq var. İxtisarı gedər, bunun müsbət olanı qalar. Amma gəlin teoremi ilə yazaq da, x üstü 4-də 1 çıxaq 2-nin teoreməsi, qüvvət kimi baxacam. X üstü 2-də 1 çıxaq 4-ün teoreməsi ayrı-ayrılıqda nəyə bərabər olur? 4-də 1 keçir əvvələ, x-dan 1-i azalır. 4-də 1-dən 1 çıxanda 4-də 3 qalar. O birisində də 2-də 1 keçir əvvələ, özündən 1-i azalır, mənfi 2-də 1 eləyir. Mənfi ilə müsbət almaq üçün kəsilən yerini dəyişə bilərəm. 2-də 1 ilə 4-də 1 ixtisar getsə 2-də 1 qalar. Və x üstü 2-də 1-i yuxarıda yazıram. Yəni qaydanı bilirsiniz onsuz da, işarəni dəyişmək üçün onun yerini müsürəçdən məxrəcə doğru yerini dəyişə bilərəm. 4-də 3-də burada yazıram. Qalır cavabda nə? 2-də 1. Bu kök altında x deməkdir. Kök altında 16-dan 4 çıxar. Bu isə 4-cü dərəcədən 16-nın kubu. Orada da nə çıxacaq? Gəlin bura baxaq, bu hissəyə baxaq görək burada nə qalır. 4-cü dərəcədən 16 elə nə idi? 2 üstü 4 idi də. 2 üstü 4-ün kubu. Bu 4-lər buradan getsə, bunlar da ixtisar olsa 2 dəfə. Qalar burada 2, burada da qalar 2-nin kubu. 2-nin kubu da 8 eləyir. Cavab da ixtisar olanda gedəcək, qalacaq 4-də 1. 4-də 1, baxın bu qalır. Əslində 2 dənə kəsir hansı kəsirləri deyirdim. Baxın siz bunu kəsirdə də eləyə bilərsiniz. Bu x üstü 4-də 1 çıxaq 2-dir. Məxrəcdə isə x üstü 4-də 1 üstə gəl 2, bir dənə də x üstü 4-də 1 çıx 2 deyə bilərsiniz. A çıx B, A plus B düsturudur. Çıxmalar ixtisarı getsə qalacaq 1 bölək x üstü 4-də 1 üstə gələ 2. Bu qalacaq. X üstü 4-də 1 16, 4-cü dərəcədən 16-dan 2 çıxır. 2 üstə gələ 2 də 4 eləyir. 4-də 1. Bunu deyirdim əslində. Hansı yol sizə daha rahatdırsa o yolla da həliyyatda saxlaya bilərsiniz. 268 nömrəli sualda x-a mənfi 2 versək, bura mənfi 2 eləyər. Üstə gəl 2, 0 eləyir. Mənfi 2-nin kubu mənfi 8 plus 8, o da 0 eləyir. Ona görə də L'Hopital qaydası tətbiq edəcəm. Sürətdən də, məxrəcdən də ayrı-ayrı teorem alacam. X çıx 6 üstü 3-də 1-in teoreməsi. Bir də x kubu üstə gələk 8-in teoreməsi. 2-yə fikir vermədim, çünki 2-nin teoreməsindən olsa 0 eləyir. Əslində 8 də ata bilərdim, onda teoreməsi 0 eləyir. 3-də 1 keçir əvvələ, x çıx 6 üstündə. 3-də 1-dən 1 çıxsam, mənfi 3-də 2 eləyər. Məxrəcdə isə nə yaranır? 3x kvadratı yaranır. X-in yerində mənfi 2 yazaq. Məxrəcdə mənfi 2 yazsam, 3 vur 4, 12. Sürətdə isə olar 3-də 1 vurulsun. 3-də 1 vurulsun. Mənfi 2 çıx 6, mənfi 8 eləyir. Mənfi 8, mənfi 2-nin kubudur. Mənfi 2-nin kubu, bir dənə də vuraq. Mənfi 3-də 2. Bu kubla bu 3 gedər. Qalar mənfi 2 üstü mənfi 2. Mənfi 2 üstündə də mənfi 2. 3-ü salıram məxrəcə. Mənfi 2 üstü mənfi 2 dedik də. Elə o ilə müsbət 2 üstü
mənfi 2 deməkdir, 4də 1 deməkdir. 4də 1. Bu da düşdü məxrəcə. 3 vur 4 vur 12. Elədi 1 bölək 144. Hesablama hissəsini özünüz onsuz da rahatlıqla həll edib yaza bilərsiniz. 269 nömrəli sualda bu əslində funksiyanın limiti deyil, ardıcıllığın limitidir. Və bunu da əslində bilirsiniz. Sürətdəki çoxhədlinin dərəcəsi 1, məxrəcdəkinin dərəcəsi isə 2-dir. Məxrəcdəki çoxhədlinin dərəcəsi sürətdən daha böyük olanda, məxrəc deməli daha sürətli şəkildə sonsuzluğa yaxınlaşır. Ona görə də 1 böl sonsuzluq da bizə verir 0. 270-də yenə də mən burada L'Hopital qaydası tətbiq edəcəm. Çünki qısa 0 verəndə 1 çıxılsın 1 0-dır. Məxrəc də elə zaten 0-dır. Kosinusun törəməsi mənfi sinus 4x və bir dənə də 4 yaranır burada. Üstə gələk kosinus 2x-in də törəməsi mənfi sinus 2x, bir dənə də 2 əmsal yaranır. X kvadratın da törəməsi 2x-dir. 2-yə ixtisar apara bilərəm. 2-yə ixtisar aparanda burada mənfi 2 qaldı. Aldım mənfi 2 sinus 4x bölək x. 2 dənə kəsirdə yazacağım. Üstə gələk sinus 2x bölək x. Bu limit nəyə bərabərdir? Bu limit bərabərdir. A-nın yerində 4-dür, B-nin yerində də burada 1-dir. Qarşıdakı mənfi 2 də onsuz da əmsaldır. Mənfi 2 vur 4 böl 1 mənfi 8. Üstə gələk A-nın yerində 1-dir, 2-dir, B-nin yerində 1-dir. 2. Mənfi 6. Buradan cavabınız qaldı mənfi 6. 271 hazır məşhur limitdir. Məşhur limitdir, yəni o deməkdir ki, burada elə sizdə AX böl BX, yəni 8 pi bölünsün pi qalır. Burada da 8 alırıq. 8. Yox, bir dəqiqə, bu məşhur limit deyil. X 1-ə yaxınlaşır. X 1-ə yaxınlaşanda onda elə burada heç bir qeyri-müəyyənlik yoxdur. Elə yerinə yaza bilərik. Yazırıq sinus 8 pi, məxrəci də sinus pi. Sinus 8 pi 2 pi'nin dövrləridir. 2 pi'nin dövrləri olduğu üçün burada da 0 böl 0 alınır. 0 böl 0 alındığı üçün biz burada onda L'Hopital qaydası gərək tətbiq edək. L'Hopital qaydası tətbiq edək. Sürətdən də teorema alacağım onda, məxrəcdən də teorema alacağım ayrı-ayrılıqda. Sinusun teoreməsi kosinus 8 pi x eləyir. Bir dənə də qarşısına əmsalı gəlməlidir. 8 pi qarşıya gəlməlidir. Bölünsün. Sinus pi x-in teoreməsi kosinus pi x eləyir. Və yenə də əmsal qarşısına gəlir. Pi'lər ixtisarı getdi. Qaldı 8. Kosinus 8 pi elə kosinus 0-ın özünə qayıdır. Çünki 2 pi dövrlərdir. Kosinus 0-dan nə alır? 1 alır. 8 vuraq 1. Məxrəcdə isə kosinus pi'də mənfi 1 alır. Ona görə də cavab olmalı mənfi 8. İndi daha düzgün həll elədik. Bayaqkına nisbətən. 272 nömrəli sual. Bunu məşhur limit tətbiq edə bilərəm əslində. Yəni mən bura birbaşa 4 böl 8 yaza bilərəm görəsən. Yox, yaza bilmərəm. Onda pi böl 4'ü yoxlayanda pi böl 4 versəm sinus pi qalır. Sinus pi də 0'dır. Tangensdə 2 pi qalır, o da 0'dır. 0 olduğu üçün hər ikindən teorema alacağım. Sinus 4x-in teoreməsi kosinus 4x-dir. Və 4 də gəlir əvvələ, mürəkkəb funksiya olduğu üçün. Tangensin teoreməsi isə 1 bölək kosinus kvadratı 8x-dir və 8x-in də teoreməsi 8 olduğu üçün bir dənə də 8-ə vurduq. 8-ə vurmağımız bizim nə olur? İxtisar olur, burada 2 qalır. Və bu kosinusu da sürətdə yaza bilərəm. Deməli, və nə etməliydik? X-a pi böl 4 verməliydik. Verək. Bərabərdir. Kosinus 4 vurulsun pi böl 4. Aşağıda bir dənə 2 qalıb. Bir dənə də bu kosinusu əslində gətirib yanında yazmalıyam da, vurma ilə yazmalıyam. Elə bil ki, burada pi böl 4 verəndə, burada pi böl 4 verəndə alınır kosinusun kvadratı
2 pi. Yəni vurması da burada bu vurma ilədir. Bərabər. Dördlər islah olsa, ixtisar olsa, kosinus pi-də alır -1. -1 bölünsün 2 vurulsun kosinus. Burada nə var idi? 2 pi var idi. Kosinus 2 pi-dən alır, elə 1 alır. Cavab oldu -2-də 1. Yəni -0,5. 273.